Hüseyin ibn Ali, qardaşı. Ənəs radiyallahu anhu yenə rəvayət edir. Utiyə Ubeydullah ibn Ziyad. Fikir verin, diqqətli olun qardaşlar. Amelahullahu bi'adlihi. Ubeydullah ibn Ziyad'in yanına bir Ra'sel Hüseyin radiyallahu anhu, Hüseyin radiyallahu anhu başını getirirler. Allah öz ədaləti ilə onunla müamilə eləsin. Bu əslində bədduadır qardaşlar. Amelahullahu bi'adlihi. Allah ədaləti ilə müamilə eləsin. Yəni rəhm eləməsin ona. Hüseyin radiyallahu anhunun başı getirilir. Fəcu'alə fi tastin. Tasın içinə qoyulur başı. Ləyənə qoyulur. Fəcəalə yənkutu. Əlində olanla burnundan, gözündən başı o tərəfə, bu tərəfə edir. Və qalə Abdullah ibn Ziyad. Həmin o Abdullah ibn Ziyad o feili etdiyi halda söyləyir ki, fi husnihi şey'a. Ənəs deyir ki, onun gözəlliyi haqqında nəsə danışırdı. Fəqal Ənəs. Ənəs radiyallahu anh davam edib hədisə söyləyir ki, kənə əşbəhəhum bir Rasulillah sallallahu aleyhi ve sellem. Hüseyin Allah Rəsuluna bənziyirdi deyir. Allah Rəsuluna bənziyirdi. Dəyərli qardaşlar, biz Əhl-i Sünnə vəl Cəmaənin əqidəsindəndir. Biz sələfilərin əqidəsindəndir. Biz Əhl-i Beyti sevirik. Biz Həsəni, Hüseyni sevirik. Və Amr Bəra radiyallahu anhu necə ki hədisdə, səhih hədisdə, Buxarıda keçir, rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm Həsəni çiynində apararkən belə söylədiyini eşitmişəm. Allahım, mən Həsəni sevirəm, sən də onu sevginə. Biz də etiraf edirik. Biz də deyirik, Allahümmə ya Rabbi, biz Həsəni sevirik, biz Hüseyni sevirik, biz Əhl-i Beyti sevirik, qardaşlar. Bu bizim əqidəmizdəndir. Allah da ona kim əziyyət veribsə, qətlində iştirak edibsə, amelahullahu bi'adlihi. Allah ədaləti ilə onlarla müamilə aparsın. Amin ya Rabbi. Və görün, Allah necə ədalətli davranır. Həmən Ubeydullah ibn Ziyadə, ona əziyyət verən başına, Hüseyin radiyallahu anhunun. Və qad aqəballahu azza və cəllə Ubeydullah ibn Ziyad, Allah onu cəzalandırdı deyir. Amelahullahu bi'adlihi. Öz ədaləti ilə Allah onunla müamilə elədi. Fə'an Umar ibn Umeyr. Umar ibn Umeyr rəvayət edir ki, ləmmə ci bir rəsi Ubeydullah ibn Ziyad və əshabihi nuddidət. Ubeydullah ibn Ziyadın və onun əshabəsinin, tərəfdarlarının, yəni Hüseyin radiyallahu anhu əziyyət verənlərin başları gətirildi. Başları gətirildi. Üst-üstə düzüldü, yığıldı bir yerə başları. Fil məscid fil rahbə. Rahbə adlanan bir yerdə, məscidin həyətində rahbə adlanan yerdə topladılar. Fəntəhəytu ileyhim. Mən də ora tərəf getdim, baxmağa. Və hum yəqulunə. İnsanlar deyirdilər ki, qad cəət, qad cəət. Gəldi, artıq gəldi, gəldi. Belə söz deyirlər. Baxdım, deyir, gördüm ki, fəizə həyyə, qad cəət təxallələr rus, hətta daxalət fi mənxari Ubeydullah ibn Ziyad. Baxdım ki, ilan gəldi, başlarının arasında hərəkət elədi, hədis də keçir Buxarıda, dəyərli qardaşlar. Başlarının arasında hərəkət etdi və sonra Ubeydullah ibn Ziyadın burnundan daxil oldu ilan. Daxil oldu. Fəməkəthət huneyhətən. Və orada bir qədər qaldı onun başında. Thumma xarəcət. Sonra ilan çıxdı. Fəzəhəbət həttə təğayyəbət. İlan çıxdı oradan və bir müddət yoxa çıxdı. Thumma qal. İnsanlar yenidən başladılar. Dedilər ki, qad cəət, qad cəət. İlan yenə gəldi. Fəfəaltu zəlikə mərratin əv sələsən. İlan eyni bu halı 2 və yaxud 3 dəfə təkrarladı. Başdan arasına hərəkət elədi, sonra da getdi, Ubeydullah ibn Ziyadın burnundan daxil oldu. Bax, bu Allahın ona bu dünyada hələ verdiyi cəza idi.